Ne istiyorsun? Bilən evə mən öləndə valə getdim. Mən ölənin Nuriye ki, altımla basmasın. Bura onun evi deyil. Bir dənə əşyas deyil. Sənin əşyalarında da nə var? Valiyə rəşləşmə verim var. Bura Nuriye gəlsəm hələ hər şey viran qoydu. Kaçlıq almaq da mənim əşyalarında. Pullarlı olur. Onun üçün kitablarını qoyur. Sonra Kur'an ayələrini deyir, deyir, dəli oluram, nə bileyim sonra, sən də intihar eləmək istəmişsin, kitabları sözürürsün. Nə istəyirsən? Nə istəyirsən? İstəyirəm ki, deyil, Laləzər, yanınızdakı Araz Market var, böyük Araz Market. Yanınızdakı o. Oradan yukarı kalkanda Araz Market kuparan kimi yolu kesirsən ha. Orada 2 dənə balaca puska kimi, puska deyil, axı ki nədir? Puska fason 2 dənə qadın paltar da satır, hər şeydə satır, qavqacaq falan. Orada stol qoyublar, süpürgə, quru meyvə falan. O arvadların birinə 35 manat borçluyam, deyərsən. Hansı Araz Market tərəfdən olan 35 manat borçluyam. Onun böyründəki o tərəfə, küncə tərəf nədir? Onun böyründəki yeməkxanaya tərəf, boşun böyründəki qadına nə qədər borçluyam? 45 manat. Nə almışdın ondan? Laləzərə nə almışdın? Apardım verdin, uzun koftaydı, yaşıl rəzdə. 2-3 gün qabaq verdin, 2-3 gün ərzində. Sonra sıra gün verdin, sonra deyirəm, onları borçla almışam. Onların pulunu qaytararsan ölsən əcər. Ölsən əcər qaytarsan. Bir də o söndür. Gör nə geçiyorsun? İçmə. Su için, su için. Nə istəyirsən sən? Bir də istəyirəm ki, de. O, vacibdir, de, boşlusan, hamısını arxanı çalmışsan ki, ölsən nə olsun? Ölsən, bir də neynəsin? İstəyirəm kitabını çıxarsın, paylasın, nəsə o eləyən deyil, eləsə də eləsinlər. Sonra, məsəl üçün, hardan eləsin kitabı paylamaq üçün, çıxartmaq üçün? Hələ borçları denə. Məsəl üçün, borcun bir də kimədir? 20 manat da kimədir? O bir dənə oğlan var, haradadır? Qavqacaq satır, harada? Harada? 26-ın axırıncı astanovkası bizdə. Onun yanında qavqacaq yeri hansı oğlandı? Parixmaxırlara tərəf, ayla, parixmaxırlara indi göstərərsən, yaxşı, denə, yaxşı, göstər. Parixmaxır, ümmətə yardım et, Allahın faydadır, sonra, o, yox, indi deyərsən, yaxşı, kitabını demək istəyirsən, bu kitabı çıxartmaq bu faydadır, bu nədir? Vörtdə bir dənə dəyişilir, sonra saxran sözünü dəyişilməni istəmirsən, axır ki, nədir? Məsələn üçün, kitabın harada var? Kitab, Lalə kitab çıxartıram biləsin. Nə deyirdi o? Nəsinlər, sözünü deyirdim, deyərəm. Nəysə, inanırsın ki, sən kitabını çıxartıyordun. Nələ şəhər çıxartıyordun? Nəysə, çıxartsaydın, indi qədər sən kitabı hörmət edib üçün çox uyardı. Nəysə,
Sonuçta hicab geyinərdi, Allah xəst. Amma hicab da deyil, bürünmə. İranlıların şəffafladı. Çünki boşun gözə gəldiyi yerlərini örtmək. Qəbrim üstünə gəlmə. Əgər ölsən, mən yadına salanda mahnı, bu mahnılardan oxu. Dur, Quran oxu, dursun iş görsün. İş görsün, hə. Quranı da oxusun öz yerində. İş görsün, gəzməyə çıxsın, mahnılar oxusun əsas, bir də iş görsün. Qəbrim üstünə gəlsin, ona lənət olsun. Amin, amin. Söndür bunu. Nə istəyirsən bir də? Bir də çox istəyirəm ki, o oğlanın yerində nə? Şeydə, harada? Harada? 26-nın axırıncı astanovkasını bildik. Orada nə? Qab-qacaq yeri var ya, hansı tərəfə? 57 nömrə məktəbə tərəf keçəndə orada, harada? Orada oğlan var. Yəni, hansı arıq oğlandır, normal bədən. Nəysə o oğlan kimdir? Qab-qacaq yerini satır. O biri 2 qab-qacaq yeri var. Bir dən gedər o birisini. 20 manat borcum var kimə? Sonra parixmaxırlardır, dərzilərdir. Onun başında onlara yaxın qab-qacaq yerində oğlanın adı nədir? Adı nədir? 20 manat ona borcsun. Versin. Sonra Cəmilliyə borcum var. 150 manat. Neynəmək? İnşallah özün verərsən, amma verəməsən Laləzar versin. Hicab budur məsəl. Sonra gözəl hicablar eləmək olar. Ayşə gül kimi eləmək olar. Rəhbərə, qəşəng. Nə edirsin ki? Ayşə. Bürünmək deyə, bürünmək də artıq qorxudur. Ayşə. Molla pərəst olmaz sonra heç nə. Cəmilən vəsiyyətini yazmışsın. Cəmiliyə borcum var. 150 manat. Qara paltar aldın. İstəyirsən öləndə sən o paltarda geydir, bastırsınlar. Hara qoyursan onu? Qoy görüm harada. Bax. O paltarda səni bastırsınlar. Sonra 50 manatda nə istəyirsən? 50 manatda kəffarə vermək istəyirəm. Hələ get sifartdama o 50-sini ver, qutarsın. Görüm ala biləcəm o uğraşdan. Vermir axı. Samidir. Uğraş niyə deyirəm? Bizi elə uğraşdan bətər günah edir. Əsəbləşdirirlər, vermirlər. Nəysə, get çalış almağa 50 manat kəffarəni alıb verə bilməsən, Laləzər kimə versin? Kasıblara. Məsəl üçün Arzuya. Arzuya ver Laləzər 50 manat. Ana əvvəldən kəffarə. Sənə borcu yoxdur, amma 50 manatlıqlar çox xəşliyir. Yadından çıxartma. Bu nədir? Laləzərin başı deyil? Yox. Oxu bunu. Yaradan gözəl Allahı sevən, ondan qorxaraq sülh, əmin-amanlıq, sevgi, dostluq, cənnəti arzulayan, ona çatmaq üçün cəhd edən gənclərə sonra və bunları sizlərə aşılayan hər kəs, Allah səni həmişə sağlam, gözəl, xoşbəxt etsin. Amin, amin, amin. Bu, nə vaxt yapışdırmışsın bunu? Sonra düzəltdim, deyil, başqa. Burada başqa söz yazmışdın kimə? Bu var idi, bu yox idi amma. Kimə? Heydər Əliyevin Facebook'unu tapmışdım. Mən o doğrudan o Facebook'u deyə polislər şantaj edirdi. Bilməm, axır ki, onun Facebook'u elədim. Mən burada yazmışdım, Allah səni xoşbəxt eləsin. Çox istəyirəm olmuşam. Belə qəşəng yazmışdım. Bu qədər paylaşmışdım onun Facebook'unda. Hara mesaj yerine deyəsən. Ya hara yazdım. Axır ki, Allah İlham Əliyev və o ailəsini qorusun. Amin. Amma sözünə baxmasalar Allah'ın gömüləcəklər hamısı. Allah viran qoyacaq ölkənizi. Bəli, bəli. Çox.
Quranda ayələr var, bəli. Sözə baxmayanda. Ölümləri, məsələn, bu dünyada ölkəmizdə neçə nəfər çıxmaq faiz söndürseniz. Hamısı bətər günlər. Gömləsi adamlardır, düzəlməsələr. Neyse.